Hər bir xalqın həyatında əlamətdar günlərin qeyd olunması ənənəsi var. Türk xalqlarında bu ənənə zənginliyi ilə seçilir. Bu sırada yaz bayramı xüsusi əhəmiyyətə malikdir. Bunu bir çox kitablarda, filmlərdə də görmək mümkündür. Tanınmış türkoloq, əməkdar elm xadimi Mirəli Seyidovun Yaz bayramı kitabı bu mənada həm də bir mənbə rolunu oynayır. Xüsusi təntənə ilə qarşılanan bayramın mahiyyətinin xalq yaradıcılığı və folklor nümunələri əsasında tədqiq edildiyi nəşr bu dəfə Azərbaycan əlifbası əsasında çap olunub. O vaxtı yönəldirirlərdi ki, bu Fars mənşəli hasa bir bayram, ancaq bu Mirəli Seyidov bunun büsbütün türk fikrinin, türk ideyasının qədim bayramı olduğunu isbat eləmişdir. Təxminən bir il bundan əvvəl bu Salman Mümtaz adına nəşriyyatın direktoru məndən əlaqəyə getdi. Və mənə dedi ki, biz istəyirik həmin kitabı latın qrafikası ilə buraxaq. Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən təqdimat mərasimində Ədəbiyyat İnstitutunun əməkdaşları, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbirdə çıxış edənlər nəşrin türklərin qədim ənənələrindən bəhs etməsi baxımından dəyərli nümunə olduğunu bildirdilər. Kitabın qədim dövrlərdən insanların ilkin təsəvvürlərində olan bir çox inanclara, təbiətin oyanışını əhatəli şəkildə işıqlandırması cəhətdən mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırıldı. Arzu Yusif, Elnur Şəfibəyli, Ramiyə Sultanova, Mədəniyyət xəbərləri.